Biz Prezident Pezeşkanı səbirsizliklə gözləyirdik. Çox təəssüf edirik ki, bir neçə gün bundan əvvəl İranda baş vermiş faciə insan itkiləri ilə nəticələndi. Bir daha qardaş İran xalqına baş sağlığı veririk. Allah həlak olanlara rəhmət eləsin, yaralanlara Allah şəfa versin. Və bu faciəyə baxmayaraq Prezident Pezeşkan öz səfərini Azərbaycana gerçəkləşdirir. Biz bunu çox yüksək qiymətləndiririk. Və Allah xalqlarımızı bu bəlalardan qorusun. Həmişə bizim bölgəmizdə sülh olsun, əmin-amanlıq olsun. Və hər iki ölkə bu istiqamətdə öz səylərini göstərəcək. Hər halda iki tərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplərdə üstün tutuldu. Mən yenə də Prezident Pezeşkana xoş gəlmisiniz deyirəm. Mənim dəvətimi qəbul edib Azərbaycana səfər etdiyi üçün təşəkkürümü bildirmək istəyirəm və onunla birlikdə gələn bütün qonaqlarımıza da xoş gəlmisiniz deyirəm. Əminəm ki, səfəriniz uğurlu olacaq, nəticələr də çox gözəl olacaq. Sağ olun. Biz istehsal, elm, mədəniyyət, iqtisadiyyat, siyasət sahələrində birgə hərəkət etməliyik. Digərlərinə bunları pozmağa imkan verməməliyik. Onlar aramızda ixtilaf yaratmaq istəsələr buna yol verməyəcəyik. Bizim aramızda bizi birləşdirən çoxlu ortaq amillər, hətta ailə, qohumluq əlaqələrimiz var. Bu elə bir məsələdir ki, heç kəs bunları poza bilməz. Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən inamımıza, iradəmizə və əzmkarlığımıza əsaslanaraq Allahın köməyi ilə bütün əldə olunmuş nailiyyətləri artıracağıq. Öhdəlik götürdüyümüz sənədləri icra edəcəyik. Bəzi məqamlar var ki, hələ yazılmayıb. Amma gərəkdir ki, onları da yazaq və imzalayaq. Onları mütləq həyata keçirək. Biz bunların həyata keçirilməsinə, icrasına qəti şəkildə qərarlıyıq. Mən həmin qətiyyəti, həmçinin qardaşımızda görürəm. Allahın köməyi ilə digər layihələri bölgə üçün İranın və Azərbaycanın gələcəyi üçün, hətta yaxın şərq bölgəsi üçün birlikdə yaracağıq. Əziz qardaşıma, qonaqpərvərliyə görə bir daha böyük minnətdarlığımı bildirirəm. Ölkəmizdə bəzi hadisələr baş verdiyinə görə burada əlavə müddətə qala bilmirəm. Lakin çox vaxt keçməyəcək ki, dostumla yenidən görüşəcəyik. Çalışacağam ki, Azərbaycanda növbəti dəfə daha çox qalım və burada olanda heç zaman özümüzü yad ölkədəki kimi hiss etmirəm. Sanki Təbrizdəyəm, Ərdəbildəyəm. Sanki doğulduğumuz, böyüdüyümüz, yaşadığımız İran Azərbaycandayıq. Çox şadam ki, sizinlə bir yerdəyəm. İqtisadi, mədəni, elmi, təhlükəsizlik, hərbi və digər sahələrdə əl-ələ verib özümüz, övladlarımız və sonraki nəsillər üçün möhkəm gələcək quraq. Gələcək nəsillər fəxr etsinlər ki, bu cür sağlam əlaqələr qurmuşuq. Bir daha sizə təşəkkür edirəm.